Qadınlarda doğuşdan sonra çanaqda yaranan problemlər hansılardır? Ən çox üzləşdiyimiz problemlər büzdüm zədələnmələri ilə müşahidə olunur. Bildiyimiz kimi doğuş zamanı çanaq genişlənir və büzdüm sümüyü arxaya doğru yerini dəyişir və çox vaxt büzdüm sümüyü öz əvvəlki vəziyyətinə qayıda bilmir və bununla əlaqədar olaraq büzdüm nahiyəsində, bel nahiyəsində kəskin ağrılar müşahidə olunur. Bununla yanaşı beynin sərt qişası da gərilmiş olur. Bunun fonunda xanımlarda çox zaman doğuşdan sonra baş ağrıları, depressiyalar müşahidə edilir. Çanaq dibi əzələlərinin zəifləməsi fonunda sidik qaçırma, uşaqlıq sağalmaları müşahidə olunur. Doğuş zamanı çanaq bağ aparatı gərildiyi üçün simfiz nahiyəsində kəskin ağrılar müşahidə olunur. Bu ağrılar ördək yerisinin əmələ gəlməsinə səbəb olur. Bununla yanaşı bu çanaq oynaqlarında da ağrılar müşahidə edilə bilər. Uzun müddətli bu problemlərin qalması daha sonra bu çanaq oynağında artrozların əmələ gəlməsinə səbəb olur. Bütün bu problemləri osteopatiya proseduru vasitəsilə vaxtında aradan qaldıraraq bir çox ağrılaşmaların qarşısını ala bilirik.